И он говорит, в общем, Из зала выходите, пожалуйста, не задерживайтесь. Rusiyanın Yekaterinburg şəhərində 2000-ci illərin əvvəllərində baş vermiş hadisələrdə iştirakda şübhəli bilinərək saxlanılan 3-cü şəxs Ayaz Səfərov məhkəmənin qərarı ilə həbs edilib. Ona da Məzahir və Akif Səfərovlar kimi məhkəmə tərəfindən 22 günlük həbs qəti imkan tədbiri seçilib. Yerli mətbuatın məhkəmə zalından yayımladığı videodan göründüyü kimi Ayaz Səfərovun üzündə hematomalar var. Jurnalistlərin göyərtilərin mənşəyi barədə sualına cavab olaraq o bunları saxlanılmazdan əvvəl aldığını bildirib. Mən saxlanılmazdan əvvəl 25-26 tarixində xatırlamıram. O jurnalistlərə bildirib və əlavə eləyib ki, özü yıxılıb. Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəzarətə götürüb. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrokin, Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə rəhbəri vəzifəsini icra edən Andrey Nabetova vəziyyətlə bağlı ətraflı məruzə hazırlamağı tapşırıb. Nəzarətin həyata keçirilməsi ilə bağlı qərar həbslər və ölümlərlə bağlı geniş rezonans doğurandan sonra qəbul edilib. Держащимся по страже в тот же срок со дня вручения копии постановления с подачи жалобы представления через Калининский районный суд города Екатеринбурга. Обвиняемый имеет право ходатайствовать в своем личном участии в заседании суда апелляционного.